Hamıya salamlar dəyərli izləyənlər. Qaldığımız yerdən davam edirik. Görək iguanalar bizə nə edəcək. Burada bir xəzinə var, onu götürək. 10 xəzinəmiz, 10 daşımız oldu. Qaldı 9 daş. Burada biri var. Bunu götürərək ilanı tamamlayırıq. 6 ədəd götürmüşük. 4 ədəd qalıb 10 olmasına. Bunu da silahla öldürə bilirik. Aha. Deməli, buradan yuxarı çıxır. Mənim arxamıza gəlir bu. Arxamıza gəldi və quyuya düşdü. Qəşəng oldu, baba. Deməli, o mənim arxamıza gəlir. İguana. Həm iguana, həm də komodo əjdəri demək olar. Orada var. Deməli, onu eləyəcəyik. Gördüm. Arxamıza gəlir mənim bu. Bunu öldürdüm. Mən onu öldürməliydim əslində. Səhv elədim, bax. Bunu öldürməliydim, bax. Mən çünki mənim arxamıza bu. Bildim. Deməli, mən təzədən buna mən özümü öldürüm. Sonra da planımızı işə salaq. Deməli, şimdi bura səni öldürür. Sen düşdün ora. Qolu buradan çevirək. Deməli belə. Paylaşdığım videonu bəyənib fikirlərini bildirənlərə təşəkkür edirəm. Sağ olun. Mən buradan əməlimiz... Yox, səhv elədim. Çox səhv elədim. Dönməliydim bu tərəfdən. O tərəfdən hərlənib. Elə onu vurmalıydım. Bunu öldürək təzdən. Mənim vaxtımda nəsə düşür, ona baxın. Amma sən düşdün quyuya dostum. Sən düşdün quyuya. İguanalar. Cəhd da iguanalar. Yəni iguananı elə bilə bilmək olmaz. Balaca kərtəkənin böyük formasıdır, amma ət yeyirlər deyim. Vəhşi heyvanlardır. Mən bunun başına burada oynatacağım. Yəni mən bunun başına nə oynatacağım? Sən mənim arxamdan. Hayda. Deməli, belə olmalı deyilmiş. Bir dəqiqə, başqa bir variant. Bunu yoxlayacağım. Sağ tərəfdə lampanın işığı yandı, amma mən onu basmayacağım. Onu hələ istifadə eləməyəcəm, çünki bilmişəm mən yolu. Səfəratini həll eləyəcək məsələni. Çox uzatmadan. Bu məsələni həll eləyək. Sən mənim arxamdan gəl. Və sən qaldın burada. Bəli, sən orada qal. Səni mən buradan ovduyum. Keşək. Burada bir daha bir xəzinə var. Xəzinə yoxdur, elə ki görmürəm. Binəm burada. Tapdım, qaldı 8 ədəd dəyərli daş.
Belə də hatta burada var. Deməli, bu nədir? Aha, şəkil çəkdik. Buranın şəklini çəkdik, yaddaş saxladıq. Burada bir qol var. Bu qol nə üçündür? Aha, belə bir şey gəldi buraya. Qolu düzəlt. Deməli. İndi mən nə etməliyəm? Benim mənim arxamca indi bu. Nəfs oldu, mıt eləyəcək. Nəfəyə vurdu. Məli öldürdü. Deməli, burada başqa bir şey var. Onu bir çəkmək lazımdır. Şəkərə nə eləyək? Yok, ha, bildim. Bu öldürsün dedim. Bildim, hələ kimi o qolu çevirməli deyiləm. Bu iguana gətirib mən salacağım buradan quyuya. Mənim də planımda olur. Gəl mən şu arxamcan. Gələk ya biz bana. Yok, bu da olmadı. Fikirləş. Yaxşı fikirləş. Onu bassam oradan 10 gəlir. Başka bir şey fikirləşmək lazımdır burada. Başka bir şey burada fikirləşmək lazımdır. Bildim. Hemen arxamcan. Yok. Bunu kesmeye olayım ben. Hayda, ne inadım yine sıçtım kavane bunu. Neyse tez gidelim. Ay yok Təzdən yəni. Bu səfər məsələni başa düşdük. Hara getsən gel buraya. Bunu düzəldək. Sen neyirsən? Deməli, iguana gətirəcək bura. Mən düşüb buradan qolu çəkəcəyim, iguana gedəcək aşağıya. Qalacaq aşağıda. Bax, plan budur. Bunu eləməyə çalışıram. Görək olacaqmı? Sən mənim arxamcan. Hadi ki, qayıtma da arxaya. Arxaya niyə qayıtsan sən? Bu neyir o? Akrabası hərəkət eləyir bunlara. Və sürpriz. Bax sən qaldın öyle aşağıda. Mən də rahat edib oradan yolumu kəsə bilərəm. Yine burada var. Və 3 hissə qaldı. Onu tamamlayacağıq. Mızrağı götürək. Deməli belə. Bir dəqiqə. Bu iguana. Iguana deməli belə baxır. Deməli mən ora geçsəm. Mənim üçün arxamdan.
Bunu öldürmək olar yoxsa yox? Yəni o lazımdır. Yoxsa neyini? Olmadı o. Başqa bir şey fikirləşək. Məncə mən onu öldürməliyəm. Düşünürəm ki, mən onu öldürməliyəm. Ona görə də nə edirəm? Ona görə də gəlirəm bura. Və bunu mən burada öldürürəm. Bunu öldürdüm. Bu nə iş görür? Demək mən buradan bunu öldürməliydim. Bəli. Neyse. Biz öldürsün təzədən başlayaq. Sen benim arkamdan gel. Bana gelsem adam öldüreceğim. Öldüremedi. Niye? Nerede? Ne orası mı da ben? Burada başka bir şey olmalı değil. Böyle. Ben bunu arkadan öleceğim. Allah geçe. Şey tahta kurduk. Bunu işe fikirləşdik. Bunu da buradan mızraq ilə öldürək. Və düşək aşağı. Yolumuza devam edək. Geldi. Bu ne da? Buraya tez geldi. Tulan. Hara düşdük biz? Deməli 10-cu mərhələyə keçdik. Həm ilan var, həm iguana var. Burada da bir xəzinəmiz izlənib qaldı. Son 2 xəzinə. Maraqlıdır. İndi iguana çəkib bizim arxamızda. Södadır. Iguana sen bizim arxamıza düş. Buradan bu ilanı öldürürəm. Buradan da bunu öldürürəm. Nətər edeyim mən bunu? Alaqaya qayıtmaq olmaz. Buna gəlsəm ilan vuracaq. Gördün mü? Başka bir şey fikirləşmək lazım. Təzən gələk. Deməli mən səhv eləmişəm. Mən birinci bunu vurmalıyam. Ay. Oy. Təzən qayıtdım dalay. Başdan başlayaq. Buradan ben öldürdüm. Burada bir xəzinə var, götürürüm. Burada bir qol var. Qolu çevireyim ki körpü hazır olsun ve içeri girdik.
Ha, bir yana bağlandı. Burada kaldı 5 xəzinəmiz. Bilmiyorum. Hemen bak Hamza. Gel. Gördün kaldın orada sen. Sen üzü kaldın orada. Gelebilirsin. Ve kestik. Sonraki mərhələyə. Yenə gələcək bu iki ilan. Piton oxşur. Elə bir iki bir anakondadır. Həqiqətən. İçəri. Aha. Qaranlıq böyle. Bu da desən ikinci asarlı. İkinci asarda tapdıq. Görək hə. İkinci asarımız. O lift var imiş. Liftdən düşdük aşağı. Və 11-ci mərhələyə gedirik. Yaşıl göl. Ya axırıncı olmalı sarı renk, ya da qırmızı renk. Elə fikirləşirəm. Görək burada nə var? Bu başqa bir xəritədir və birinci mərhələyə gəlib çatdıq. Değerli izleyenler, bu bölümün sonu bu kadar. Sonraki bölüm görüşeriz. Sağ olun, salamat kalın.